İzləyicilərimiz sizə Xırdalanda bir sarda. Bu binanı göstər, baba. Bu binanı görsən. Bu binada sizə super təmirli bir dənə ev tapmışam. Qardaş, qiyməti də əladır, yeri də əladır. Kök bina tikintiyə məxsus binadır. Bu binanın həyətindədir, yerləşir, yeni binasındadır. 127 min manata 65 kvadrat sənədə kupçası hazır əldə. Dövlət ipotekasında da tam olaraq yararlıdır. Ətraflı bir dənə göstər, keçək mənzilə doğru. Gör, Seyid Əliyev parkıdır. Sağ tərəf, hər tərəf. Hər tərəf parkdır. Keçək mənzilə doğru. Dəyərli izləyicilərimiz, gəldik bu söz gedən mənzilə. Bu mənzil kupçalıdır, dövlət ipotekasına yararlıdır, sənədi əldədir. Bina isə düz parkın qabağındakı binadır. Mənzillə tanış olaq, təqdimat sırasında bütün məlumatlar deyiləcək. Bura hamam otağıdır, duş kabinə kimi hamısı yığılıb. Bura evin ayrı-yolsudur. Hamam sanuzel ayrı-ayrıdır. Geniş bir dəhlizi var. Burada yerləşir mətbəx. Göstərir, mətbəx möbeli, qaz aspiratoru, moykası hamısı hazır vəziyyətdədir. Burada evin zalıdır. 65 kvadratdan ibarət nəzərini çatdıram ki, sənəd kupçası hazır əldədir. Xırdalanda körpü bina tikintiyə məxsus bir binada yerləşir. Bizdə körpü bina Xırdalanda demək olar ki, ən prestijli binalardan biridir. Burada da evin gördüyünüz kimi yataq otağıdır. Geniş bir yataq otağı var. Yataq otağının da balkona çıxmaq üçün yer. Bacı balkonu göstər. Balkonda da kombinin yeri, əlavə qab-qaşıq yığmaq üçün yer. Gördüyünüz kimi panoraması adı nədir bunun? Ceyranbatan gölüdür. Satış qiyməti isə 127